Bismillahirrahmanirrahim. Salamlayırıq sizi əziz izləyicilərimiz. Bugün sual-cavab proqramımızın 5-ci hissəsindəyik və yenə də suallarımızı cavablandırmaq üçün qonağımız Seyid Ağa Rəşid Talıbovdur. Buyurun ağam. Bismillahirrahmanirrahim. Mən də sizi salamlayıram və tamaşaçılarımızı salamlayıram. Bütün xalqımızı, millətimizi salamlayıram. Bu gözəl Ramazan ayında Allah bütün xalqımızın ibadət və itaatini qəbul eləsin inşallah. Ağam, oruç tuta bilməyən xəstənin hökmü nədir? Oruç tuta bilməyən xəstə iki qismə bölünür. Bir cür xəstəliklər var ki, onlar sağalan xəstəlikdir. Müvəqqəti xəstəlikdir. Ola bilsin ki, ancaq Ramazan ayında o baş verir bu xəstəlik, ya ondan əvvəl, ya Ramazan ayında, ya orucluq, indi o insan elə bir haldadır ki, indi oruç tutmağı ona mənfi təsir eləyə bilər müvəqqəti olaraq. Bu cür xəstələr heç bir şeyə ehtiyac yoxdur. Sadəcə olaraq onlar oruç tutmayacaqlar Ramazan ayında. Ramazan ayı qurtarandan sonra gələn Ramazana qədər onlar oruclarının qəzasını tutacaqlar. Bir günə bir gün. Yəni Ramazan ayı əgər 30 gün oruç tutmayıblarsa 30 gün qəza eləyəcəklər. Yox, əgər Ramazan ayının müəyyən hissəsində xəstə olublarsa, o dediyimiz müvəqqəti xəstəlikdə, onlar həmən günü, o müəyyən gün ki, oruç tuta bilməyiblər, o günü gələn Ramazana qədər bir il ərzində qəzasını icra eləyəcəklər. Nə vaxt eləsələr ixtiyar sahibidir. Yəni, hökmən deyir, Ramazan dərhal qurtarandan sonra olsun və yaxud xəstəliyi dərhal sağalan kimi olsun. Ümumiyyətlə, ixtiyar sahibidir, amma gələn Ramazan ayına qədər gərək tutsunlar ki, boyunlarında qəza qalmasın, növbəti Ramazan üçün. Amma bəzi xəstəliklər ki, var ki, onlar daimi xəstəlikdir. Ki, düzdür, əslində daimi xəstəlik sözü biraz o Allaha iman gətirənlər üçün doğru deyil. Çünki Allah hər şey qadirdir. Allah bütün xəstəlikləri sağaltmağa, şəfa verməyə qadirdir. Sadəcə bu günləri tibbi nöqteyi nəzərdən deyirik ki, indiki tibbi əsasən və yaxud bəzi həkimlərimizin fikrinə əsasən görürsən ki, bəzi xəstəliklər var ki, onlara sağalmaz xəstəliklər deyilir. Daim insandan olan xəstəliklər deyil və yaxud o xəstəliklər üçün daima dərman atmalıdır gün ərzində. O cür xəstəliklər ki, indiki dillə deyirsək ki, daimi xəstəlikdir, sağalmayan xəstəlikdir və yaxud qocalıq da buna aiddir ki, qocalıqdan zəiflik o həddədir ki, oruç tuta bilmir, o da bunun elə hökmünə aiddir. Onlar daha orucun qəzası da onlardan tələb olunmur, orucun özü də onlardan tələb olunmur. Onlar hər gün tutmadıqları oruca görə bir fəqiri doyuzduracaqlar. Bir fəqiri doyuzdurmağın da mənası budur ki, 750 qram ölçüsündə ya çörək, ya un, ya düyü ərzaq məhsullarından, yəni yeyinti məhsul ki, doyuzdurur insanı, ondan bir fəqirə, bir xəstəyə, bir yetimə, yəni bir möhtaca, ehtiyacı olana verə bilərlər. Verə bilərlər yox, verməlidirlər. Verməlidirlər, onların hökmü budur. Əlbəttə, bu da imkan daxilindədir. Əgər doğrudan da bir insan ola ki, heç gündə 750 qram çörəyi də verə bilməz, əgər doğrudan belə bir insan olsa, məlum məsələdir ki, onun boyundan da o götürülür. Amma imkan daxilində həmən xəstələrin hökmü budur. Bir tutmadığı oruca görə hər gün üçün 750 qram çörək və yaxud un və yaxud düyü bir ehtiyacı olana, fəqirə, möhtaca verməlidirlər. Ağamın da belə deyək də, əgər birinin 750 qramdan daha çoxuna imkan çatırsa, versə daha yaxşıdır, elə deyək. O çoxa əlbəttə ki, hədd yoxdur. Biz ən aşağı həddi deyirik, ən vacib həddən danışırıq. Amma belə artıq həmişə gözəldir, həmişə yaxşıdır, həmişə insanlara xidmət eləməyi ilə Allah hamımıza nəsib eləsin inşallah. Ağa, Quran nə vaxt cəm olub? Quranın cəm olması barədə İslam alimləri arasında müxtəlif nəzərlər var, müxtəlif rəy var. Əlbəttə, bu məzhəb söhbəti deyil. Bəziləri elə güman eləyər ki, bu məzhəb söhbətidir. Güya bəzi məzhəb deyir belə, bəzi məzhəb deyir belə. Yox, bu məzhəb söhbəti deyil. Sadəcə alimlərin nəzəridir. Yəni, eyni bir məzhəbin içindən müxtəlif alimlər ola bilər. Görürsən ki, eyni məzhəbə, eyni əqidəyə malik olmalarına baxmayaraq, onların bu barədə görüşləri müxtəlif ola bilər. Eləcə də elə bizim Əhl-i Beyt alimlərinin içərisində, məsələn, Allah rəhmət eləsin Seyyidül Xoy ağanı, onun nəzərində Quran Peyğəmbər sallallahu əleyhi və alihin zamanında cəmlənib. Amma məsələn, Məhəmməd Hadi Mərifət, Allah ona da rəhmət eləsin ki, 20-ci əsrin Quran elmlərində böyük alim hesab olunurdu və bu barədə böyük əsərləri də var Quran elmləri barədə. Demək olar ki, o kişi bütün ömrün elə ulumul Qurana, Quran elmlərinə sərf elədi. Və onun nəzəri isə budur ki, yox, Quran Peyğəmbər sallallahu sonra cəmlənib.
Yəni bunu niyə misal çəkirəm? Bu alimlərin siyasını artırmaq da olar, çoxaltmaq da olar. Bunu ona görə misal çəkirəm ki, bu iki alimin adlarını ki, qoy əziz tamaşaçılarımız bilsinlər ki, bu məzhəb söhbəti deyil. Bu eyni məzhəbin içərisində, eyni əqidəyə malik olan görürsən ki, iki böyük alim nəzərləri fərqlidir. Amma məsələn biri məndən soruşsa ki, sənin bir tələbə kimi, bir oxunmuş, bir neçə hərf bilən kimi sənin fikrin nədir bu barədə? Mən Seyid Xoyu Ağagilin məktəbin və yaxud onların nəzərin bu məsələdə seçirəm ki, Qur'an Peyğəmbər sallallahu əleyhi və alihin zamanında cəmlənib. Və bunun üçün də bir neçə dəlillər var ki, əvvələn əqli dəlillə də biz məntiqlə də deyə bilərik ki, yəni nə maniyə vardı ki, Peyğəmbər sallallahu əleyhi və alihin dövründə Quran cəmlənməsin? Yəni nə maniyə vardı buna? Niyə Peyğəmbər sallallahu əleyhi və aleyh bu qədər əhəmiyyətli olan ilahi əmanəti sonraya buraxmalı idi? Nə üçün? Niyə? Yəni halbuki bütün müsəlmanlar yekdilliklə bunu qəbul edirlər ki, Qur'an İslamın əsasıdır. Qur'an İslamın əsas istinadıdır. Qur'an bizim belə deyim də həyatımızdır da, İslamın həyatı Qur'andır, əsası Qur'andır, əbədi möcüzəsi Qur'andır. Bütün nə gözəl, xoş söz deyə bilirsən ki, o belə dayaq, sütun, dağ, söykənməli, sütun, hamısı Qur'ana aiddir. Bəli, İslam üçün Qur'an bu misaldadır. Bu qədər Qur'an önəmli olduğu halda niyə Peyğəmbər sallallahu əleyhi və aleyh onun cəm olmasını sonraya saxlamalı idi? Hə, indi kağız indiki qədər o zaman ərəb mühitində və yaxud Hicazda yayılmamışdı. O başa düşmək olar, amma hökmən deyir ki, vərəq olsun. Elə o zamanda da kitablar var idi. İndi ya dəridən düzəldirdilər kitabı, kağız əvəzinə, vərəq əvəzinə və yaxud ağacdan düzəldirdilər və yaxud lövhələrdən düzəldirdilər. Fərq eləməz. Yəni hər hansı bir vasitə ilə olursa olsun, həcmi böyük olsun, həcmi kiçik olsun, yenə fərq eləməz. Qur'anın Peyğəmbər sallallahu əleyhi və alihin zamanında cəm olmaması, onu sonraya saxlamasının nə lüzum var idi? Yəni nəyə görə bunu bu cür mühüm işi Peyğəmbər sallallahu əleyhi və ali icra eləməməli idi? Bu bir məsələ. İkinci məsələ ilə Seyid Xoyu ağanın özünün gözəl bir dəlili var bu barədə. Buyurur ki, bütün müsəlmanlar ortaqdılar ki, yekdilliklə qəbul edirlər ki, Həzrəti Rəsulullah sallallahu əleyhi və alihi və səlləm buyurub ki, mən sizin aranızda iki ağır əmanət qoyub gedirəm, Allahın kitabın və əhl-i beytimin. Allahın kitabın sizin aranızda əmanət qoyub gedirəm. Deməli, Allahın kitabı hazır idi ki, cəmlənmişdi ki, Peyğəmbər sallallahu buyururdu ki, mən Allahın kitabın sizin aranızda əmanət qoyub gedirəm. Bu elə özü əslində düşünənlər üçün çox gözəl bir dəlildir. Maraqlı orasındadır ki, Səhih Buxarinin özündə də, çünki biz bilirik bəzi müsəlmanlar var ki, onlar Səhih Buxarini Qurandan sonra ən mötəbər kitab hesab edirlər, hədis kitabı hesab edirlər və oradakı bütün hədislərdə mötəbər hesab edirlər. Həmən o kitabda belə bir hədis var ki, birinci xəlifədən soruşdular ki, mən cəməəl Qur'ana fi əhdin nəbi. Qur'anı Peyğəmbərin zamanında kim cəm elədi? Sualı bu. İndi əgər Peyğəmbər sallallahu əleyhi və alihin zamanında Qur'an cəm olmamışdısa, onda birinci xəlifə nə deməli idi? Deməlidir ki, bu sualın nə mənası var? Qur'an hələ cəm olmayıb. Çünki deyirlər axı 3-cü xəlifənin zamanında cəm olub Qur'an. Düzdür, bəzi alimlər deyir ki, birinci xəlifənin zamanında, bəzi alimlər isə deyirlər 3-cü xəlifənin zamanında. Yaxşı, Peyğəmbər onda birinci xəlifə deməli idi ki, xeyr, belə bir şey olmuyor, Qur'an cəm olmayıb. Buna sual verirsiniz bizə. Amma görürük ki, o elə demir, cavab vermir. Gör nə cavab verir? Yəni ondan soruşanda ki, Peyğəmbər sallallahu zamanında Qur'anı kim cəm eləyib? Deyir, filan kəs. Yəni artıq bilirik ki, Qur'anı cəm edənlər olub, Qur'an katibləri olub Peyğəmbər sallallahu zamanında ki, artıq onlar elə Qur'an ayələr nazil olduqca onlar yazırdılar Peyğəmbər sallallahu əleyhi və alihin göstərişindən və cəm edirdilər. Mən bir dəfə maraqlı oldum mənim üçün. Səhih Buxarinin bəzi təfsirləri var da, şərhləri var o hədis kitablarının. Onların birinə baxdım ki, görün bu hədisi necə şərh edirlər. Axı bu Səhih Buxarda olduğuna görə deyə bilməzlər, bu mötəbər deyil, bu zəif hədisdir. Bunu necə şərh edirlər? Gördüm orada deyirlər ki, burada cəmaədən məqsəd, yəni kim cəm edibdən məqsəd, kim hifz edib. Yəni kim əzbərləyib Qur'anı, o da deyir ki, filan kəs Qur'ana hafiz olub. Bu da doğrudur. Əvvələn ərəb dilində bunu ərəb dilindən ibtidai bilənlər də bilirlər ki, cəmaə sözü ərəb dilində cəm etməkdir, hifz etmək ayrı bir şeydir. Onda o sual verən soruşardı ki, mən həfizəl Qur'an fi əhdin nəbi.
Quranı kim hifz edib, kim əzbərləyib Peyğəmbər sallallahu zamanında. Bu bir. İkincisi, orada birinci xəlifə cavab verəndə 3-4 nəfərin adını çəkir. Amma biz bilirik ki, Peyğəmbər sallallahu zamanında çoxlu hafizlər var idi. Yəni əzbərləyənlər çoxlar idi. Yəni 3-4 nəfərdən ibarət deyil idi. Sayları onlarla, yüzlərlə, hətta Peyğəmbər sallallahu əleyhi və aleyhdən sonra bəzi hadisələr cərəyan elədi İslam aləmində, İslam tarixində döyüşlər baş verdi. Tarixlər yazırlar ki, elə döyüşlər oldu ki, o bir döyüşün içində məsələn 70 hafiz öldürüldü. Yəni səhabə 70 hafiz öldürüldü. Yəni, nə qədər səhabələr vardı ki, onlar hafiz idilər Quranı, əzbər bilirdilər Quranı. Ona görə bu cür dəlillər açıq-aşkar bizə göstərir ki, Quran Peyğəmbər sallallahu əleyhi və aleyhin zamanında artıq cəmlənib və biz buna inanırıq və bunun dəlillərini də möhkəm hesab edirik. Bəli, o 3-cü xəlifənin zamanında baş verən hadisəni çoxları Quranın cəmi kimi təqdim edir. O Quranın cəmi deyil. O Tevhidül Məsahif deyirlər ona. Yəni Quranı birləşdirmək. Yəni birləşdirmək nə mənada? Yəni Quranı vahid qiraətlə oxumaq. Çünki Quranın müxtəlif qiraətləri var. Məsələn, Quranın vərş qiraəti var, Quranın bizim indi əlimizdə olan Həfsin qiraəti var, bizim bu başqa qiraətlər də var Quran-ı Kərimdə. Düzdür, indi bütün dünyada demək olar ki, bir qiraət daha məşhurdur, o da Həfsin qiraəti. Amma Quranın müxtəlif qiraətləri var, oxunuşları var. O hadisə də var tarixdə ki, Huzeyfə, Peyğəmbər sallallahu əleyhi və aleyhin gözəl sahabalarından biri, hətta adı da var ki, elə Azərbaycana gəlir. Və Azərbaycanda görür ki, artıq insanlar müsəlman olublar. Onlar müsəlman qeyri-ərəblər, yəni ərəb olmayanlar müsəlman olurlar. Çünki İslam yayılır bütün məmləkətlərə, bütün ölkələrə, xalqların arasında. İndi ərəb olanlar Quranı düzgün oxuya bilirlər. Quranda hərəkə olsa da düzgün oxuyurlar. Quranda nöqtə olsa da hərflərdə düzgün oxuyurlar. Və yaxud Quran-ı Kərimdə müxtəlif qiraətlərlə də olsa onlar oxuya bilirlər. Çünki ərəbdir, bunun öz dilidir. Amma qeyri-ərəblər ki, artıq sürətlə İslama daxil olurlar, onlar ərəb dilini bilmədiklərinə görə Quranı düzgün oxuya bilmirlər. Quranı oxuyanda da istəsəmiz qiraətin müxtəlifliyi başqa mənalara apara bilər, başqa əcəmlərin arasında yayıla bilər, qeyri-ərəblər arasında. Ona görə o bunu görür, dəhşətə gəlir, qayıdır Mədiniyə və o zamanki xəlifiyə, 3-cü xəlifiyə və səhabələrin də məcmuəsinə, cəminə bu sözü çatdırır ki, mən getmişdim elə bir məmləkətə ki, ölkəyə ki, orada ərəblər yox idi və yaxud az idi və orada mən Quran oxunuşlarını gördüm, təzə müsəlman olanların və onlar bərbad gündədir. Yəni, onların oxunuşu tamamilə Quranın həqiqətindən uzaqdır. Biz elə bir şey eləməliyik ki, Quran barədə ki, Quranın oxunuşu bütün müsəlmanlar arasında eyni cür olsun. Və orada qərar verilir ki, Tevhidül Məsahif, yəni səhabələrin ümumi məşvərəti ilə, məsləhəti ilə Quranı bir qiraətlə toplayaq və ondan neçə nüsxə düzəldək və o nüsxələri böyük şəhərlərə göndərək. Məsələn, birin Məkkəyə, birin Mədiniyə, biri Mədinədə qalsın, biri Şama göndərək, birin Kufiyə göndərək, birin Bəsriyə göndərək. Belə böyük şəhərlərə göndərək ki, ondan sonra kim də istəsə ki, Quranı çap eləmək və yaxud yazmaq, köçürmək, həmən Quranlardan köçürsün ki, bütün dünya müsəlmanları arasında vahid qiraətlə Quranın oxunuşu olsun. Bu tamam ayrı bir şeydir. Quranın cəm olması ayrı bir şeydir. Bu tarixi hadisəni Quranın cəmi kimi yazmaq, əlbəttə Quran barəsində bəzi şübhələri də meydana gətirir ki, məsələn, əgər bir nəfər desə ki, Quran Peyğəmbər sallallahu əleyhi və aleyhdən sonra cəm olub, istər-istəməz burada bəzi suallar meydana gəlir ki, ola bilsin ki, orada dəyişikliklər olub, ola bilsin orada, ola bilsin orada. Müxtəlif ehtimallar gəlir və hətta bu son zamanlarda bəziləri peyda olublar, eşitmişəm. Deyirlər ki, bu Quran ki, əgər başqaları tərəfindən, məsum tərəfindən cəm olmayıbsa, hətta oxumağı belə indi oxumurlar. Yəni, təəssüflər olsun ki, belə də özlərinə müsəlman deyənlər də var. Amma yenə deyirəm, bizim rəyimiz odur ki, bizim inancımız budur ki, Quran-ı Kərim Peyğəmbər sallallahu əleyhi və aleyhin zamanında cəmlənib, Peyğəmbər sallallahu əleyhi və aleyhin öz göstərişi ilə cəmlənib və ona görə Quranda nə bir hərf artıb, nə bir hərf azalıb, eləcə də Peyğəmbər sallallahu öz sözü də buna gözəl kifayətdir ki, yenə bunu bütün müsəlmanlar qəbul edir. Buyurdu ki, la salata illa bi fatihatil kitab, namaz yalnız və yalnız kitabın fatihəsi ilə olmalıdır. Yəni, biz ki, Fatihə surəsi deyirik. Çünki bütün müsəlmanlarda bilirsiniz də, Fatihədən sonra hər hansı bir surə oxumaq
icazəlidir namazda. Məsələn, mən Fatihədən sonra İxlası oxuyuram, sən Fatihədən sonra Qədr surəsini oxuyursan, digəri Fatihədən sonra məsələn Nas surəsi oxuyur, o birisi məsələn Ələq da vacib səcdə var. Məsələn, Nas surəsini oxuyur, o birisi Məsəd surəsini oxuyur, kimsə Nəsr surəsini, kimsə Kövsər surəsini oxuyur. Hə, müxtəlif surələr Fatihədən sonra oxuya bilərsən. Amma Fatihəni əvəz edəcək heç bir surə yoxdur Qurani-Kərimdə. Yəni namaz olsun, amma onda Fatihə olmasın, belə bir şey müsəlmanlarda yoxdur. Yəni bütün dünya müsəlmanlarında fərq eləməz hansı məzhəbdən, hansı irqdən olursa olsun. Ona görə bu kəlam Peyğəmbərimizin kəlamına görədir. Həzrəti Rəsulullah sallallahu aleyhi və alihi və səlləmin kəlamına görədir ki, buyurub, namaz yalnız və yalnız kitabın Fatihəsi ilə, yəni açılışı ilə. Əvvələn bu söz bizə göstərir ki, kitab hazırdır. İkinci bizə göstərir ki, bəli, hətta Fatihə adlanırsa Fatihə surəsi, deməli bu kitab yox idisə bu nəyin açılışı idi, nəyin əvvəli idi, nəyin əsası idi. Ona görə bu cür kəlamlar bizə 100% yəqin verir ki, Quran Peyğəmbər sallallahu aleyhi və alihin zamanında cəm olub. Ağa, Quran bütövlükdə Allah kəlamı olduğu halda niyə 114 surəyə bölünüb? Ümumiyyətlə surə nədir? Bəli, bu sual doğrudan da çox mükəmməl suallardan da Quranla bağlı fikrimə görə. Əvvələn biz surənin mənasını bilək, surə nə deməkdir? Əlbəttə, ərəb dilində 2 dənə surə sözü var. Biri sat hərfi ilə yazılır, surə. Biri isə sin hərfi ilə yazılır, surə. Quranda surə sin hərfi ilə yazılandır, sat hərfi ilə yox. Çünki sat hərfi ilə surət, yəni şəkil. İnsanın surəti, biz də işlədirik, surəti, sürət yox, surət. İnsanın surəti, yəni insanın şəkli. Bu ərəb sözüdür. Surət satla yazılanda şəkil deməkdir. Bunun Quran surəsi ilə əlaqəsi yoxdur. Quranın surəsi deyiləndə o sin hərfi ilə yazılan surədir. Nə deməkdir sin hərfi ilə yazılanda surə? Sur sözü ərəb dilində hasara deyərlər. Hasar. Biri öz torpağın, həyətin, əmlakin hasara alanda ərəbcə deyər ki, sur. Bu surdur. Bu yəni asardır. Hasardır. Ərəb dilində sur. Bu söz oradan götürülüb. Surə sözü həmən hasardan götürülüb. Yəni Quran surəsi sanki hər surənin özünün bir çərçivəsi var ki, o çərçivəyə sığan. Məsələn, Bəqərə surəsi 286 ayə həmən hasarın içərisindədir. Fatihə surəsi 7 ayə həmən hasarın içərisindədir. Məsələn, Kövsər surəsi 3 ayə həmən surənin hasarın içərisindədir və s. və s. Surələr, Quran surələri, yəni Quranın o hasarlanmış mənaları, ayələr toplusu, ona deyərlər surə. Bu surədir. Amma niyə Quran-ı Kərim Allah kəlamı olduğu halda surələrə bölünməlidir ki? Məsələn, olaydı elə Bismillahirrahmanirrahim başdan başlayaydı, ta axıra qədər oxuyaydı. Əlbəttə, bunun asan izahı budur ki, surələrə Quranın bölünməsi, onun oxunması üçün asanlaşdırır, onun namazda oxunması üçün asanlaşdırır, onun mənasını düşünmək üçün asanlaşdırır. Bu sadə cavabdır. Amma mən elə bilirəm ki, bunun dolğun cavabı bundan ibarətdir ki, bütün Quran-ı Kərimin vahid bir hədəfi var. Yəni, Allah kitabının hədəfi var. O hədəfdən ötürü Allah bu kitabı nazil edib. Nədir Quranın hədəfi? Quran özü deyir. İndi mən desəm bir cür deyərəm, siz də siz başqa cür deyərsiniz, başqası biri başqa cür deyər. Ona görə burada sənin mənim fikrimə ehtiyac yoxdur. Çünki aşkar burada Quran ayəmiz var ki, Quran deyir ki, Şəhru Ramazan əlləzi unzilə fihil Quran hudən linnəs və bəyyinatin minəl huda vəl-furqan. Ramazan ayı elə bir aydır ki, bu ayda Allah Qur'anı nazil edib insanlar üçün hidayət. Deməli, Qur'anın hədəfi nədir? İnsanlar üçün hidayət. Qur'anın hədəfi nədir? Hidayəti ayırmaq, haqla batili ayırmaq. Bu Qur'anın vəzifəsidir, bu Qur'anın hədəfidir, bu Qur'anın qayəsidir. Və bu hədəfdən ötürü Allah Teala Qur'anı nazil edib. İndi sual bundan ibarətdir ki, görəsən, hər bir insanın hidayəti bir qisimdir, yəni bir cürdür. Məsələn, eyni xitabla, eyni üslubla, eyni tonla, eyni fonla, sən bütün insanlara eyni müraciət eləməklə onları hidayətə dəvət edə bilərsənmi? Sual. Biz görürük ki, bir təcrübədən görürük, insan psixologiyasından görürük və tarixdən görürük və bugün həyatımızdan, reallıqdan görürük ki, xeyr, belə deyil. Yəni, bir cür xitab heç vaxtı fayda vermir. Məsələn, o verir, bir insan var ki, onunla bir cür xitab fayda verir, amma digərinə vermir. Digəri üçün başqa bir xitab daha təsirli olur. İndi bu niyə görədir? Məlum məsələdir. Ona görədir ki, insanların
yanaşma tərzi müxtəlifdir, insanların düşüncə tərzi müxtəlifdir, insanların psixoloji vəziyyəti müxtəlifdir, insanların aldığı tərbiyə müxtəlifdir, insanların səviyyələri müxtəlifdir və s. və s. və s. Bu müxtəliflik, insanlar arasında olan müxtəliflik, onlara olan müraciətin də müxtəlif olmasını tələb edir bizdən. Ona görə məsələn Allah deyir ki, Quran-ı Kərimdə mən peyğəmbəri göndərəndə həm mübəşşir göndərmişəm, həm munzir göndərmişəm. Yəni o həm gəlib insanlara ilahi rəhməti xəbər verir, cənnəti xəbər verir. Həm də eyni zamanda o gəlib insanlara ilahi qəzəbi xəbər verir, cəhənnəmi xəbər verir. Yaxşı, olmazdı ki, ancaq ilahi rəhməti xəbər verərdi, deyə olmazdı. Niyə görə olmazdı? Ona görə ki, insan var, ilahi rəhməti eşidib hidayət olur, insan var, ilahi rəhməti eşidib daha da həddini aşır. Arxayınlıq yaranır onda. İnsan var, ilahi qəzəbi eşidəndə ki, ilahi qəzəb var, cəhənnəm var, hidayət olur. İnsan var, ilahi qəzəbi eşidəndə daha da aqressiv olur. Yəni, bu fərq edir insandan insana. Ona görə həm mübəşşir, həm munzir. Yəni, adamına görə mübəşşir, adamına görə munzir. İnsana görə müjdə verən, insana görə inzar edən. İnsana görə ilahi qəzəbi xəbər verir, insana görə ilahi rəhməti xəbər verir. Bu müxtəliflik, təbliğatda müxtəliflik, hədəfə çatmaq üçün müxtəliflik məcbur eləyir ki, Quran-ı Kərim surələrə bölünsün. Deməli, dediklərimizi indi xülasə eləyək. Bütün Quran-ı Kərimin vahid hədəfi var, insan hidayəti. Amma insanların hidayəti müxtəlif olduğuna görə, daha doğrusu insanların hidayət tapmasına yollar müxtəlif olduğuna görə Allah həmən hədəfi, vahid hədəfi 114 sanki yerə bölüb, hissiyə bölüb. Ona görə hər bir surənin ayrı-ayrılıqda özünün hədəfi var, amma bütün bu hədəflər xidmət edir həmən ali hədəfə, yəni insan hidayətinə. Məsələn, Fatihə surəsinin özünün ayrı hədəfi var. Bəqərə surəsinin özünün ayrı hədəfi var. İndi burada ola bilər ki, bir dənə hədəf yox, elə bir neçə hədəf olsun. Hökməndir burada bir dənə. Məsələn, Ali İmran surəsinin özünə məxsus hədəfi var. Çox maraqlı da burasındadır ki, bizdə təfsir kitablarında çox gözəl olardı ki, hər bir surənin təfsirinə başlamazdan əvvəl onun hədəfini deyəsən insanlara, hədəfin və yaxud hədəflərin. Məsələn, ey insanlar, mən sizə Kövsər surəsinin təfsirini deyəcəm. Hər şeydən əvvəl, hətta ayələrin mənasını deməzdən əvvəl, bu surənin hədəfi budur. Bu surənin qayəsi budur. Qoy insan bilsin ki, mən Kövsər surəsini öyrənəndə hansı hədəfə çatmağı öyrənəcəm, o məni hara çatdıracaq, hara aparacaq. Bu çox mühümdür. Təəssüflər olsun ki, bunu ilk dəfə Şəhabəddin Alusi Ruhul Məani təfsirində o eləyib. Şəhabəddin Alusi ilk dəfə görürsən ki, surələrin təfsirinə başlamazdan əvvəl surənin hədəfləri və bizim alimlərdən də Allah rəhmət eləsin, Əllamə Təbətəbai Mizanda bunu eləyib. Ora qədər bunu görmürsən, yəni Ruhul Məaniyə qədər, Mizana qədər görmürsən ki, həmən bu dediyimiz qaydanı təfsirlərdə görmürsən. Məsələn, indi siz mənə sual verə bilər. İndi düzdür, biz 114 surənin hamısının hədəflərini burada deyə bilmərik. Amma misal üçün deyim sizə. Məsələn, Yusuf surəsinin hədəfi nədir? Yusuf surəsinin bütün hadisələrə baxsın orada bir hədəfə xidmət edir. O da nədir? Sən qəlbin, ürəyin, ruhun, canın Allahla olsun. Sənə hansı tələni qursalar, hansı pisliyi, necə sənə pislik eləmək istəsələr, elə onların qurduğu tələ vasitəsilə Allah səni ucaldacaq. Bütövlükdə Yusuf surəsi buna bəhs edir. Bundan bəhs edir. Məsələn, fikir verginə, Yusuf əleyhissalamın qardaşları, əgər onu quyuya atmasaydılar, o ancaq Kənanda seviləcəkdi. Başqa harada seviləcəkdi ki? Misir nə bilirdi ki, Kənanda, yəni indiki Fələstində Yusuf var. Hardan biləcəkdi Misir? Və yaxud Misirin ətrafı, hardan biləcəkdilər ki, orada Yusuf var? Ancaq Kənanda, Fələstində Yaqub əleyhissalam, ata-bala bir-birlərini çox istəyəcəkdilər, qucaqlayacaqdilər bir-birlərini. Onlar bu məhəbbəti də qısqanırlar, istəyirlər bunu da Yusuf əleyhissalamın əlindən alsınlar. Məqsədləri Yusuf əleyhissalama ziyan verməkdir. Ona görə onu quyuya atırlar, amma Allah onların vasitəsilə, onların quyuya atmaq vasitəsilə Yusuf əleyhissalamı aparır Misrə, çatdırır və orada onu əziz Misir eləyir. Və yaxud elə Züleyxa əleyhissalamın qissəsi. Züleyxa əleyhissalam əgər bəlkə də bu iddianı eləməsəydi, qaldırmasaydı Yusufa böhtanı şərri atmasaydı, Yusuf əleyhissalam elə xidmətçi kimi qalırdı sarayda. O istəyir ki, Yusuf əleyhissalama ziyan versin, amma əksinə onun vasitəsilə, onun qurduğu tələ vasitəsilə Allah Teala
ucaldır Yusifi. Deməli, bütün bunlar bizə nəyi göstərir? Bəli, sənin qəlbin, ürəyin, ruhun, canın Allahlandır. Sən əgər Allaha söykənmisənsə, sənin barəndə nə qədər pislik eləmək istəsələr də, maraqlı orasındadır ki, yəni bir var ki, biz deyək ki, Allah səni o pisliklərdən qurtaracaq, bu ayrı şeydir. Yox, boş qurtarmaq yox. Allah onların qurduğu o pisliyi vasitəsilə səni biraz da ucaldacaq. Yəni pislikdən qurtarmaq ayrı şeydir. Pislik vasitəsilə ucalmaq tamam ayrı bir şeydir. Allah səni ucaldır, Allah səni ucaldır. Bunu bizə Yusuf surəsinin hədəfi budur, buna xidmət edir. Yenə deyirəm, orada hadisələr necə cəryan eləsə də eləsin, istər Kənandakı hadisələr, istər Misirdəki hadisələr, amma bütün o hadisələrə baxanda görürsən ki, hamı bir hədəfə xidmət edir. Eləcə də məsələn Fatihə surəsi. Fatihə surəsinin əsas hədəfi nədir? Bizə iki mənanı başa salır, rububiyyət və ubudiyyət. Yəni o Rəbdir, biz əbdik. Hansı ayəni götürürsən, gör. Elhamdülillahi Rabbil aləmin, Ər-Rəhmanir-Rəhim, Maliki yevmiddin. Bura qədər bəhs edir Allahın rububiyyətindən. Sonra İyyaka na'budu və İyyaka nəstəin qayıdır bizim ubudiyyətimizə, bəndəçiliyimizə. O Rəbdir, mən qulam. Fikir ver, indi hidayətə nə qədər bunun əsəri var. Deməli, Fatihə surəsinin özünün ayrıca hədəfi, rububiyyət və ubudiyyəti bizə aşılamaq, yəni Allahın rububiyyətin bizim ubudiyyətimizi bizə aşılamaq, həmən bu hədəf xidmət edir bizim hidayətimizə, Quranın ali hədəfinə. Bəqərə surəsinin özünün hədəfləri bizə xidmət edir həmən insan hidayətinə. Ali-İmran surəsi, deməli, xülasə, Quranın 114 surədən ibarət olmasının əsas sirlərindən biri odur ki, hər surənin özünün ayrı-ayrılığı da hədəfi və yaxud hədəfləri bizi ən başlıca hədəf olan, qayə olan, Quranın hədəfi olan hidayətə çatdırmaqdan ötürüdür. Ağalı Yusuf surəsindən söz düşmüşkən bundan soruşum. Eşitmişik ki, qız uşaqlarına Yusuf surəsinin oxumamasını məsləhət görürlər. Bu nə ilə bağlıdır? Bəli, bu bizim məsum imamlarımızın hədislərində var. Əlbəttə, İslamımızın gözəlliyi bundadır, dinimizin gözəlliyi bundadır. Və o dinin həqiqəti ki, Quran və Peyğəmbər və Ali Peyğəmbərin kəlamlarında və əməllərində, həyat tərzində ki, özün tərənnüm eləyir, təmsil olur. Ona görə onların buyurduqları da həyat tərzi də çox gözəldir. Elə dinimiz qədər gözəldir, Quranımız qədər gözəldir. Çox incə nüanslara fikir verirlər məsumlarımız. Və ola bilsin kimsə bunu balaca hesab eləyər, amma əslində balaca deyil, çox böyük məsələdir. O qədər məsum imamlarımız insan tərbiyəsinə önəm verirlər ki, məsələn, axı Yusuf surəsində Züleyxanın həvəsə gəlməsi, Züleyxanın da istək yaranması Yusufa qarşı bu hissə olduğuna görə imamlarımız məsləhət görürlər ki, nə qədər ki, qız uşaqları hələ balacadır, hələ raşidə həddinə çatmayıblar, hələ öz xeyr şərlərin başa düşmürlər, hələ öz o, yəni izdivac məsələləri ki, hələ ona heç məsləhət də deyir ki, aşılansın, hələ o zamandır. O zamana qədər Yusuf surəsini onlara oxumağı məsləhət görməyiblər. İndi əlbəttə, burada məlumdur ki, söhbət o surəni başa düşməkdən gedir. Məsələn, indi Azərbaycanlı bir uşaq Yusuf surəsini oxuyanda o nə bilir ki, orada Züleyxadan nə söhbət gedir, yəni o onu görmür. Və yaxud ümumiyyətlə qeyri-ərəb bunu başa düşmür. Söhbət gedir ki, onu başa düşəndən, ya tərcüməsi, indi bizdə tərcüməsi və yaxud ərəb uşaqları olsa, ərəb dilində Quranı məsləhət görüblər ki, oxunmasın ki, hətta o qadının o istək yaranması kiməsə qarşı onu belə hələ qulağı duymasın. Çünki hələ o yaşda deyir o. Yəni o qədər imamlarımız bu məsələdə həssas olublar, bu məsələdə tərbiyə məsələsində. Hətta mən yeri gəlmişkən bunu da deyim sizə ki, bəzi imamlarımızdan bu arada göstərişlər var, doğrudan da insanı valih edir. Hətta atda oturmağa qədər. Məsələn, qız uşaqlarına icazə vermişlər ki, məsum imamlarımız kişilər ata minən kimi ata minsinlər. Deyirmişlər ki, onlar iki ayaqlarının ikisində bir tərəfə, o bəzi filmlərdə görürük biz. O iki ayaqlarının ikisində bir tərəfə, atda bir tərəfə, yəni kişilər ata suvar olan kimi suvar olmasınlar. İki ayaqlarını da bir tərəfə qoysunlar və o cür otursunlar atın üstündə. Yəni bu qədər imamlarımız bu məsələyə həssas idilər. Və bunu da mənası da ona görə idi ki, onların psixologiyasına mənfi təsir eləməsin, onların uşağın, ümumiyyətlə bu fərq eləməz, istər qız uşağı olsun. Amma Nur surəsi məsləhət olub ki, qız uşaqlarına Nur surəsini öyrədin. Birinci Nur surəsindən başlayın. Yəni, yenə deyirəm, ərəb dilində olsa ərəb dilində Quranı, amma məsələn bizim kimi qeyri-ərəblər isə Azərbaycan dilində Nur surəsini çalışın, qız uşaqlarını aşılayın. Nur surəsini öyrədin, Nur surəsini oxuyun onlara, Nur surəsi ilə tanış olsunlar.
Ona görə imamlarımız bu məsələdə yenə deyirəm, o qədər həssas olublar uşağın tərbiyəsinə görə ki, çünki bunlar gələcəkdə təsir qoyurlar. Amma təəssüflər olsun ki, biz bu günləri tamamilə bu cür məsələlərdən uzağa düşmüşük. İstər televiziya kanalları, istər internet, istər sosial şəbəkələr, istər bəzi tədbirlər, bəzi məclislər. Hətta bəzən görürsən ki, məktəbdə elə tədbirlər olur ki, təəssüflər olsun. Görürsən ki, o tədbir və yaxud bu günlərdə elə yayılıb, bəzi ali təhsil ocaqlarında elə tədbirlər qurulub ki, doğrudan da insan xəcalət çəkir ona baxanda. Yəni, sən necədir? Əslində, bir adam ki, bu işlərə məsuldur və yaxud bu işlər onun təsir qoya bilirsə, əslində o özünə vacib bilməlidir ki, bunu, məsələn, verilişlərin çəkilişi üçün hamımız bilirik də, bütün verilişlərin çəkilişi üçün həmişə meyarlar olur, müəyyən meyarlar ki, bu çərçivə əsasında verilişlər çəkilsin. Məsələn, mən əgər biri bu barədə soruşsaydı, mən deyərdim ki, gözəl olar ki, o insanlar ki, bu barədə birbaşa və yaxud dolayısı yolla təsir eləyə bilirlərsə, onlar mənim bu sözümə fikir versinlər, yəni heç olmasa nəzər alsınlar ki, yəni bir dənə də meyar qoyulsun bütün verilişlərə. İstər yenə deyirəm, bu sərbəst kanallar olsun, internet kanalları, istər bu telekanallar olsun, istər bu sosial şəbəkədə şəxsi profillər olsun belə. Mən bəzən görsən ki, elə şəxsi profil olur, onu dostluğundan çıxardıram. Məsələn, bir müddətdən sonra o məndən soruşur ki, sən niyə məni dostluqdan çıxardımısan? Deyirəm ki, sən sadəcə elə bir şəkil paylaşmışdın ki, məsələn, mən öz qızımla ona baxa bilmərəm. Yəni, biədəb deyil, məsələn də, yəni o mənada da deyil. Misal üçün, lap elə adi deyim də, elə açıq deyim. Məsələn, dənizdə kimsə gedib, məsələn, öz dənizdə paltarsız bir şəklini çəkir, məsələn, qoyur profilə. Məsələn, mən o cür insanları heç vaxt dostluğumda saxlamıram. Yəni, bunu eləyə bilərsən, sən özün eləyə bilərsən, azad adamsan, sən yayda dənizə gedə bilərsən. Amma bunu sən profildə paylaşmaq mənim üçün o qırmızı xətdir. Yəni, mənim hesabımda qırmızı xət. Yəni, mənim üçün meyar budur, verilişin hazırlamaq üçün meyar budur ki, hər bir ata öz övladı ilə oturub rahat bir verilişə baxsın. Yəni, bu, həmən verilişlər üçün qırmızı xətt olmalıdır, verilişlər üçün meyar olmalıdır, ölçü olmalıdır ki, bizə istər oğlan uşağı, hökmən deyil qız uşağı. Məsələn, oğlan uşağı, mən öz oğlumla oturmuşam, hər hansı bir verilişə rahat baxa bilirəmsə və yaxud hər hansı bir filmə rahat baxa bilirəmsə, o yayıla bilər. Yoxsa əgər mən onunla oturub öz ailəmlə, uşağımla rahat baxa bilməyəcəmsə, o məsləhət olmamalıdır. Yəni, o istər-istəməz sabah o uşağın, ailənin, yəni ən azı ailədə ehtiramı aradan aparır. Atanın əzəmətini aradan aparır. Mən yadıma gəlir bir neçə uzun illər bundan əvvəl bunu danışmışdım Məhərrəm məclislərində, yenə burada təkrar deyirəm. Deməli, bir gün Həzrət Əli əleyhissalamın evinə qonaq gəlir bir ata ilə bir oğlu. Ağa durur ayağa, onları qarşılayır, süfrəyə dəvət eləyir və atanın əlinə özü suyu tökür. Atanın əlinə özü suyu tökür. Əlbəttə, razı olmur əvvəldir ki, Əli, sən əmirul müminin, mənim əlimə su tökürsən. Allah vəlisi mənim əlimə su tökürsən. Ağa deyir ki, elə sənin o dediyin Allah vəlisi, Allah mənə qonağa ehtiramı vacib eləyib. Ona görə daha qonaq dayanır. Həzrət Əli atanın əlinə suyu tökür. Sonra qayıdır qəmbərə, deyir ki, qəmbər, sən də oğulun əlinə suyu tök. Sonra belə deyir. Deyir, əgər ata ilə oğul arasında ehtiramda fərq qoymaq vacib olmasaydı, uşağın əlinə də özüm su tökəcəkdim. Birdən bu sözə fikir verir. Deməli, hətta ata ilə oğul ikisi bir yerdə olsa, imam razı deyir ki, onlara bərabər ehtiram olunsun. İkisinə də ehtiram olunmalıdır. Amma bərabər ehtiram olunmalıdır. Niyə bərabər olmasın? Çünki oğul güman eləməsin ki, mən atam qədərəm və yaxud atamdan artıqam. O atanın əzəməti onun gözündə sınmasın. Atanın əzəməti onun gözündən düşməsin. Yəni, bu qədər biz bu məsələlərə həssas olduğumuz halda, yəni təsəvvür elə ki, bir nəfər öz uşağı ilə, övladı ilə, oğul uşağı ilə oturub elə bir verilişə, elə bir tədbirdə iştirak edirsən ki, onda da atalıq ehtiramı qalmaz ki, atalıq əzəməti qalmaz ki. Buna görə imamlarımız bu məsələlərə tövsiyə ediblər ki, bəli, qız uşaqlarına bu surəni oxutdurmaq, məsləhət öyrətmək hələ. Onsuz da Qurandır, o da müsəlmandır, o da vaxt gələcək, öyrənəcək, o Züleyxanı da biləcək, Yusuf surəsini də biləcək, Quranı da biləcək, amma indi yox. Nə qədər ki, balacadır, hələ indi ona məsləhət deyir ki, o qız uşağı Yusuf surəsi ilə tanış olsun. Ağa, niyə Allah tək səmavi kitab göndərmədi? Bəli, Quran, deməli, bizim səmavi kitablar barəsində, əlbəttə, bu barədə ancaq biz
nəqli dəlillərə müraciət eləməliyik də. Çünki bunu demişik dəfələrlə, yenə deyirəm. Bizdə ümumiyyətlə dini məsələlər neçə qismə bölünür dəlil baxımından. Bir cür məsələlər var ki, onun dəlili sırf əqli olmalıdır. Yəni ancaq ağılla biz ona dəlil gətirməliyik. Məntiqi dəlillər olmalıdır, əqli dəlillər olmalıdır, biz onu isbat eləyək. Çünki nəqli dəlillə hələ növbə çatmır. Amma bəzi məsələlər var ki, həm əqli dəlil də gətirmək olar, həm nəqli dəlil də gətirmək olar. Hər ikisindən istifadə eləmək olar. Məsələn, Qurandan da dəlil gətirə bilərsən, əqli dəlil də gətirə bilərsən. Amma bəzi məsələlərimiz var ki, sırf nəqli dəlildir. Orada əqli dəlil mümkün deyil. Məsələn, peyğəmbərlərin sayı neçə olub? Buna əqli dəlillə nə demək olar? Ağıl nə deyir burada? Ağıl deyir 100 olsun, 1000 olsun, 10.000 olsun, 100.000 olsun, 500.000 olsun. Bu axı necə təyin eləyə bilər ki, ağıl ki, bu qədər peyğəmbər lazımdır bizə. Onu ağıl burada yeri yoxdur. Və yaxud məsələn imamlarımızın sayı. Bunu da ağıl təyin eləyə bilmir. Bunu da ancaq biz nəqli dəlillərə müraciət eləyəndə görürük ki, Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, məndən sonra 12 xəlifə, məndən sonra 12 imam, məndən sonra 12 vəli, vəsi. Yaxşı. Bu məsələdə, bu səmavi kitablar məsələsi də həmən məsələlərdəndir ki, biz burada ancaq nəqli dəlillərə müraciət eləməliyik. Burada ağlı dəlilə nə qədər səmavi kitab var, neçə səmavi kitab var, mənə bunu əqli dəlillə deyil. Bunu nəinki mən heç kəs deyə bilməz, çünki burada əqli dəlilin yolu yoxdur. Hədislərimizə müraciət, yəni Quran-ı Kərimdə də bəli, Tövrat, İncil, Zəbur və Quran bunların adı gəlib. 4 səmavi kitabın adı gəlib. Və bəzi yerlərdə də suhuf gəlib. Suhufi İbrahimə və Musa. Əla surəsində. Yəni İbrahimin suhufları. Suhuf. Suhufla kitabın fərqi nədir? Kitab elə bildiyimiz kitabdır, amma suhuf isə səhifələr. Yəni adından bilinir də səhifələrin cəmidir. Səhifənin cəmidir. Ərəbcə deyirlər səhvə, yəni səhifə, bir səhifə, amma suhuf, yəni səhifələr. İndi bu kitab boyda olub, yoxsa kitab boyda olmayıb, həcmi böyük olub, kiçik olub, bilmirəm. Amma bilirik ki, bəzi peyğəmbərlərə suhuflar gəlib. O da təkcə İbrahim peyğəmbərə yox, təkcə Musa peyğəmbərə yox. Bəzi peyğəmbərə, Adəm peyğəmbərə də suhufun gəlməsi hədislərdə varid olub və nə qədər suhuf gəlib, o da var. Hədislərimizdə o təfsilatı ilə qeyd olunub. Yaxşı, deməli, bəzi suhuflar gəlib peyğəmbərlərə və bəzi kitablar gəlib peyğəmbərlərə. Kitabların sayı dediyimiz kimi 4 kitabdır. Tövratdır, İncildir, Zəburdur və Qur'andır. Sual budur ki, niyə görə, məsələn, olmazdı ki, elə bir kitab gələydi, olmazdı ki, elə bir peyğəmbər olaydı, olmazdı ki, əvvələn olmazdı. Niyə görə olmazdı? İndi niyə görə olmazdı? Əslində olmayıb. Yəni, fakt, real budur ki, olmayıb. Allah müxtəlif peyğəmbərlər göndərib və müxtəlif kitablar göndərib, müxtəlif suhuflar göndərib. Bu fakt budur. Amma niyə olmazdı? Yəni, bunun mənası nədir, hikməti nədir? Daha doğrusu, hikməti desək daha yaxşıdır. Hikməti və yaxud da hikmətlərindən biri. Çünki bu məsələlər elə məsələlərdir ki, heç kəs də burada deyə bilməz ki, yalnız və yalnız bunun bu hikməti var, onu da mən bilirəm. Yox. Hikmətləri çox ola bilər, amma indi biz nə qədər o hikmətlərdən başa düşsük, əlhəmdülillah. Nə qədər əxs eləsək, əlhəmdülillah. Çünki bu özü də çox mühüm məsələdir. Çünki bəziləri elə bilirlər ki, elə mən bu cavabı bilirəm, elə mənim bildiyimdə qutardı getdi, başqa cavab ola bilməz. Yox, bəzi məsələlər var ki, elə deyil. Hə, riyaziyyatda belədir, 2 + 2 = 4. Bu hara geçsin budur. Amma bu cür məsələlər ki var, dinlə bağlı, əqidə ilə bağlı, inazla bağlı, görürsən ki, bu cür məsələlərdə təhlillər var, izahlar var, müxtəlif izahlar ola bilər, indiyə qədər olub və bundan sonra da bəlkə elə izahlar olacaq ki, bundan qabaqçılar onlara diqqət eləməyiblər, fikir verməyiblər. Ona görə o başdan ayağa hikmətlərlə doludur, sirlərlə doludur. Nə qədər o hikmətlərdən başa düşsük, əlhəmdülillah. Əvvələn ona görə bunun hikmətlərindən biri budur ki, insan daima ucalan bir məxluqdur. Daim inkişafa doğru gedən bir məxluqdur. İnsan belə deyir ki, məsələn, mələk kimi deyir. Elə mələk necə yaranıbsa o cürdə qalıb. Gözəldir və gözəl yaranıb, gözəl də qalıb. Və yaxud məsələn, armud ağacı elə armud ağacıdır. Şir məsələn şirdir. Timsah elə timsahdır. Məsələn, Adəm əleyhissalamın dövründə də timsah elə indiki timsah idi. Onda nə yeyirdisə, indi onu yeyir. Nə içirdisə, onu içir. Və digər heyvanlar da belə. Çünki onlar o cür sabitdirlər. Amma Allah insanı belə yaratmadı. İnsanda ağıl var, insanda potensial var, insanda qabiliyyət var, insanda inkişaf var, tərəqqi var. Ağıl inkişaf elədikcə, sirlər aydın olduqca, varlıq aləminin sirləri insan inkişaf edir, tərəqqi edir. İnsan da inkişaf elədikcə həyat məişəti zənginləşməyə başlayır. Həyat tərzi zənginləşməyə başlayır. Həyat tərzi zənginləşdi, görürsən bundan qabaqki
şəriət mi deyək, qanun mu deyək, görürsən bu ehtiyacları ödəyə bilmir. Artıq zənginləşib. Məsələn, Adəm əleyhissalamın zamanındakı bəsit həyat tərzi ilə indiki həyat tərzi bərabər deyil ki. İndiki deməyək. Məsələn, İbrahim əleyhissalamın zamanındakı həyat tərzi bərabər deyil ki. Və yaxud İbrahim əleyhissalamın zamanındakı həyat tərzi ilə indiki həyat tərzi bərabər deyil ki. Məlum məsələdir ki, tələbat artıb, məlum məsələdir ki, ehtiyaclar artıb, məlum məsələdir ki, həyat daha da zənginləşib, daha da problemlər çoxalıb, daha da. Ona görə insan daima inkişafda olduğuna görə Allah hər zamanda onlara uyğun olan, onların cəmiyyətinə uyğun olan, onların həyat tərzinə uyğun olan, həyat tərzlərini nizamlaya bilən şəriətlər, kitablar göndərib. Zaman göndərib. Nə vaxt ehtiyac bilib göndərib. Yaxşı, indi burada sual meydana gəlir ki, bəs Quran necə? Deyir ki, bəli, Quran-ı Kərim elə bir şəkildə göndərilib ki, qiyamətə qədər insan ağlı nə qədər də inkişaf eləsə, ona cavab verməyə hazırdır. Yəni, niyə görə? Bunun da səbəbi var. Bəziləri deyək ki, sən iddia edirsən bunu. Deyirəm, bəli, iddiadır, amma bunun səbəbi var. Səbəbi də bundan ibarətdir ki, məsələn, bir var ki, fərdi məsələlər üzərində qurulan, şəxsi məsələlər üzərində qurulan, bir də var ki, ümumi qaydalar. Ümumi qaydalar şəxsi insanlara tabidir. Ümumi qaydalar hər zamana tətbiq oluna bilir. Amma bir fərdi məsələlər üzərində olanda, şəxsi məsələlər üzərində olanda görürsən ki, ancaq o hadisəyə aid olur. Digər bir hadisədə sən eləyə bilmirsən ki, onu tətbiq eləyəsən. Allah Quranı həmən ümumi qaydalarla, İslam şəriətinin həmən ümumi qaydalarla, məsələn, nə qədər bizdə ümumi qaydalar var, cildlərlə kitablar var bu barədə, fiqhi qaydalar. Niyə nə deyirəm, biz bu cür məsələləri ancaq bizdə mədrəsə səviyyəsində dərsliklərdə olur deyə, biz ümumi cəmaata bunları danışmırıq deyə, ona görə bəzən xalqımız, millətimiz elə bilir ki, ümumiyyətlə bu şeylərdən xəbərsiz qalırlar. Amma bilməlidirlər ki, hamı bunu bilməlidir ki, bizdə fiqhi qaydalar deyilən cildlərlə kitablar var ki, həmən qaydalar hamıya Qur'an-ı Kərimdən ya da Peyğəmbər və imamlarımızın, Allahın salamı olsun onlara, onların mübarək kəlamlarından götürülən qaydalardır ki, o qaydalar ki, o heç kəsə tabi deyil, o qaydalar ki, o heç bir zamana aid deyil, o qaydalar ki, o heç bir məkana aid deyil. Onu hər zamana tətbiq eləyə bilərsən, onu hər məkana tətbiq eləyə bilərsən. Məsələn, o qaydalardan mən birini deyirəm. Məsələn, müsəlmanların bazarı. Bir mal ki, müsəlman bazarından, müsəlman əlindən alınırsa, onu yemək halaldır. Hə, daha 100% qabaqcadan biləsən ki, bu müsəlman gördün, bu müsəlman getdi, bunu kafirdən aldı, gətirdi, və yaxud bunu bu heyvan düzgün kəsmədi falan, da bu yəqinən bilirəmsə o ayrı məsələdir, o məlum. Amma nə qədər ki, bunu bilmirəm, xaricdə məlumatım yoxdur, müsəlmanın, indi biri gəlir İmam Sadiq əleyhissalama bunu soruşanda, ağa deyəndə ağaya sual verir, deyir ki, bəs onda birdən ola bilməz ki, müsəlman oğurluq eləsin, ola bilməz ki, müsəlman bunu düzgün şəriət yolu ilə eləməsin, qəşəng sualdır. Ağanın cavabına bax, ondan da qəşəngdir. Deyir ki, əgər biz bu ehtimalları nəzərə alsaq, onda daş üstə daş qalmaz. Onda heç bir nizam qalmaz. Onda mən doğma qardaşımın da əlindən heç nə almayacağım, deyəcəm, ola bilsin, oğurluqdur. Ona görə o cür şəklər burada etina olunmur. Yaxşı, indi bu müsəlmanın bazarı hökmü var, müsəlmanın əli hökmü var. Müsəlman, bu hökm ancaq imamın zamanına aiddir. Xeyr, bu zamana da aiddir. 100 ildən sonraya da aid olacaq, 1000 ildən sonraya da aid olacaq. Hər zamana tətbiq eləyə bilərsən. Və yaxud bunun kimi digər qaydalar, indi də o qaydalar deyirəm, cildlərlə kitablardır, onu durub burada məsələn 1 dəqiqə, 2 dəqiqə, 5 dəqiqənin məsələsidir. Deməli, həmən o qaydalardan ibarət olduğuna görə bizim şəriətimiz, bizim İslam şəriəti və Quran-ı Kərim o heç bir zamana, ona görə zamanla məxsuslaşmır, heç bir məkanla məxsuslaşmır, heç bir xalqla məxsuslaşmır. O hər zamanla ayaqlıq eləyə bilir, hər zamanda olan tələbata cavab verə bilir, hər zamanda olan həyat tərzə cavab verə bilir. Bu bir də məsələ. İkinci məsələ, bundan qabaqki kitabların, Qurandan qabaqki kitabların təhrifə uğramasıdır. Təhrifə uğramasıdır. Təhrif nə deməkdir? Yəni, ya azaldılıb, ya əskilib. Ya artırılıb, ya azaldılıb. Yəni, ya onda ziyadə var, artıq var, ya da nöqsan var. Amma Quran-ı Kərimdə nə artıq var, nə əskik var. Yaxşı. İndi biri sual verə bilər ki, bunu nəyə əsasən deyirsən? Deyirəm ki, ən sadə yolla Allah bir cürə İncil nazil edib İsa Peyğəmbərə. Amma bu günləri Quran-ı Kərim, İncil dünyada bir dənədir, yoxsa 4 dənədir? 4 dənədir İncil. Hələ deyirlər daha çoxdur, indi Vatikanda saxlanılır filan, mənim ondan işim yox. Amma hal-hazırda dünya, bəşəriyyət, insanların əlində İncil, məsələn, ged mağazaya, deyən ki, mən filan İncil istəyirəm, mən Barnaba İncil istəyirəm və yaxud mən Yuhanna İncil istəyirəm, mən
Yaxşı. Allah Teala bir cürə İncil göndərib, yoxsa? Amma sən Quran-ı Kərimi geçsin, Məkkədə də alsın həmən Qurandır, Bakıda da alsın həmən Qurandır, Yaponiyada da alsın həmən Qurandır, Amerikada da alsın həmən Qurandır. Quran çapları fərq eləyə bilər, rəngləri fərq eləyə bilər, həcmi fərq eləyə bilər. Amma Quran həmən Qurandır. Bizdə yoxdur Yuhannanın Quranı, bizdə yoxdur Barnabanın Quranı. Amma İncilin müxtəlif olması özü bir dəlildir ki, bu kitab İsa Aleyhisselama nazil olunan kitab deyil, bu təhrif olunur. Bu bir məsələ. İkincisi, o biri səmavi kitablarda bəzən elə məsələlər var ki, o məsələ açıq-aşkar görürsən ki, bu Allahın kəlamı ola bilməz. Yəni tamamilə əqlə zidd olan məsələlər, tamamilə ağla qarşı olan məsələlərdir. Tamamilə inanca, tohidə, Allahın təkliyinə, varlığına, qüdrətinə qarşı olan kəlamlardır. Məsələn, onlardan misal üçün birini deyim ki, güya, o biri kitablarda var da, güya günlərin birində Yaqub əleyhissalam öz Rəbbi ilə güləşdi. Yəni, bu hansı ilahi kitab ola bilər? Yəni, hansı ağılla insan bunu inana bilər ki, bu kitab Allah kəlamıdır, bunu Allah göndərib bunu. Yəni, məlum məsələdir ki, bu cür kitablar təhrif olunur. Amma Quran-ı Kərimdə bu cür təhrif yoxdur və Quranın təhrif olunmamasının da bir neçə səbəbi var. Onun biri də elə ərəb dilində Quranın nazil olmasıdır. Bunu da yadımızda saxlayaq. Yəni, niyə görə ərəb dilində nazil olması? Birincisi ona görə ki, ərəb dili o dillərdəndir ki, Allah tərəfindən İsmail Peyğəmbərə vəhy olunur. Yəni, bu dil şərti dil deyil. Bu dil insanların yaratdığı dil deyil. Məsələn, bəzi dillər var ki, onu insanlar yaradıb. Məsələn, 10 nəfər, 15 nəfər, məsələn, bizim əcdadlarımız oturublar, deyiblər ki, bugündən etibarən buna deyək stol, buna deyək stul, buna deyək, məsələn, stəkan, buna deyək nəlbəki, buna deyək çay, buna deyək filan. Hə? Yəni, şərti olaraq. Amma o sözlərlə o məna arasında heç bir əlaqə görülmür. Şərti olaraq bu dillər bu cür adlanıb, yəni bu cür əşyalara bu cür adlar qoyulub. Başqa adlar da qoyulsaydı heç bir problem də olmazdı. Məsələn, buna pəncərə demişik, ona qapı demişik. İndi birdən buna qapı desəydik, ona pəncərə, nə problem olacaqdı? Amma ərəb dili belə deyil. Ərəb dili Allah tərəfindən. Məsələn, ya İsmail, bunun adı budur, bunun adı budur. Bu da bizə nə verir? Bu da çox böyük bir dənə məna verir. O da bundan ibarətdir ki, siz ərəb dilinə fikir verirsiniz. Ərəb dilində sözlərlə məna arasında uyğunluqlar var. Məsələn, Quran-ı Kərimdə bir söz var. İthaqaltum sözü var. İthaqaltum. Yəni, bilsən, nə mənadadır? Səqil sözündəndir. Səqil ərəb dilində ağır deməkdir. İthaqaltum, yəni sizə bir əmr verəndə, sizə bir söz tapşıranda siz ayağa durmursunuz, tərpənmirsiniz. Yəni, tənbəllik edirsiniz, oturursunuz, əmrə cavab vermirsiniz bu mənada. İndi fikir verginə görə Quran-ı Kərim İthaqaltum, hə? Mənanın özü ağır olduğuna görə tərpənmirsiniz də. Məsələn, Allah deyir ki, nə olub sizə deyəndə ki, Allah yolunda cihad eləyin, siz yerinizdə oturursunuz, tərpənmirsiniz, hə? İndi gör, bunu hansı sözdən deyir? İthaqaltum, hə? İndi bir nəfər gəlsin, bu İthaqaltum sözün mənə tələsi oxusun, oxuya bilməyəcək. Yəni, sözün özü də deyir ki, məni ağır oxu. Pəltəysıdır, təşdidlidir, nazidir, hə? Ondan sonra qaf gəlir, təfxim hərfidir, qalındır. İthaqaltum, yəni, bunu əgər doğru düzgün tələffüz üçün məcbursan ki, gərək elə aram deyəsən, gərək asta deyəsən, gərək tərpənməyəsən, gərək ağır deyəsən. Fikir ver. İthaqalt, sürətlə bunu deyə bilmirsən. Yəni, deyə bilərsən, amma o mənanı, o tələffüz düzgün tələffüz olunur. Yəni, əlbəttə, bu bir də misaldır. Bunun kimi Quran-ı Kərimdə nə qədər istəyirsən, misalını tapa bilərsən ki, Quranda bu cür sözlərin məna ilə olan rabitəsi, əlaqəsi ki var. Həmən əlaqə imkan vermir Quranda təhrifə yol açılsın. Bu bir. İkincisi, biz Quranın ərəb dilində və o həmən bəlağat və fəsahatı bilmədiyimizə görə. Məsələn, insanlar var ki, heç Qurandan xəbəri yoxdur. Oturar, deyər ki, sən mənə Quran oxu günə. Sən Quran oxuyarsan, bir dənə sözdə səhv eləsin, o deyəcək ki, burada nəsə əskiydi. Çünki Quranın öz axını, Quranın öz düzülüşü, Quranın bəlağəti, Quranın fəsahəti. Hətta bunu demişəm, bu Sibeveyh adında böyük bir dənə nəf alimi var. Ərəb dilinin qrammatikasını yazanlardandırlar da bunlar. Bir var ki, qrammatikanı öyrənəsən, ərəb dili biləsən, olasan alim. Bir də var ki, bunları yaradıcıları. Həmən bu Sibeveyh onlardandır. O da neyniyərdi? Günlərin ömrünün müəyyən hissəsini gedərdi səhrada ərəblərlə görüşərdi. O qəbilələrlə, qədim qəbilələrlə. Çünki niyə görə? Həmişə şəhərdə dil tez korlanar. Şəhərə gələn, gedən, qonaqlar çox olur deyə orada dillər dəyişikliyə məruz qalır. Amma
kəndlərdə, ucqar kəndlərdə, məsələn, sən bu günləri get Moskvada rus dilin, bir cavan uşaq rus dilində danışanda qulaq as, bir də get məsələn Sibirin bir dənə belə köhnə kəndlərinin birində rusun danışığına qulaq as. Gör nə qədər fərq hiss eləyəcəksən. Sözlərin deyilişində, tələffüsündə, cümlə quruluşunda və s. fərq görəcək. Bu da ona görə gedərdi o səhrada qəbilələr tapardı, onlarla, o köhnə qəbilələrlə, onlardan söhbət eləyərdi, onlardan bəzi şeylər öyrənərdi ki, bunu necə deyirsiniz, bu cümləni necə qurursunuz filan. O qəbilələrdən birinə getdi, orada da bir bədəvi ərəbi buna deyir ki, mən Quranı çox istəyirəm, amma oxuya bilmirəm. Çünki onlarda nəsildən nəsilə ötürmədir, ərəb dili elmi, onlar oturub kitab oxumurlar. Dedi, sən biraz Quran oxu, bilirsən Quran, dedi, mən hafizəm. Sibevek dedi, mən Quranı bütöv əzbər bildim. Dedi, sən biraz Quran oxu, mən qulaq asam. Sibevek Quran oxudu, deməli Quranın həmən ayəni oxudu. Ayənin əvvəlində Allah ilahi əzabdan danışır. Ayənin sonunda da Allah öz sifətlərini deyir. Oxudu ayəni, sonunda dedi ki, məsələn, Allah bağışlayan və mehribandır. Məsələn, Allah huval ğəfurur rəhim. O bədəvi buna dedi ki, sən düz oxudun bu ayəni. Dedi ki, hə, mən hafizəm. Quranı əzbər bildim. Dedi, ola bilər ki, sən səhv elədin. Bir dənə təzədən təkrar xahiş edirəm. Təzədən Sibevey oxuyanda, əzbər təzədən qayıdıb ayəni oxuyanda bu səfər düzəltdi onu. Allah bağışlayan və mehriban yox. Məsələn, Allah izzətlidir. Allah hikmətlidir. Məsələn. Dedi, hə, indi düz oxudum. Sibevey dedi, bəs sən bayaq dedin ki, mən heç Quran bilmirəm, bəs buna hardan bildin? Dedi, çünki sən ki, o ayənin əvvəlində ilahi əzabdan danışırsan, ola bilməz ki, ilahi əzabdan danışan Allah ayənin sonunda bağışlayan və mehribanla qutarsın. Çünki bağışlayan və mehriban Allah əzab vermir. İzzətli Allah, qüdrətli Allah, o əzab, hikmətli Allah, bəli. Çünki bəzi əzablarda hikmət var, bəzi əzablarda ibrət var. Bu cür qutarmalıdır ayə. Bax, elə ona görədir ki, Tövbə surəsi Bismillahsız başlayır Quran-ı Kərimdə. Bu Quranın möcüzəsidir, bu Quranın bəlağətidir, gözəlliyidir. Tövbə surəsində bir Bismillah olsaydı, onda biz şəkk eləyərdik ki, bunu kimsə əlavə eləyib. Niyə görə Tövbə surəsi Bismillahsız başlayır? Çünki Tövbə surəsinin 1-ci ayəsi Bəraətun minallahi. Bugündən etibarən Allah və onun Rəsuli müqavilə bağladığınız müşriklərdən bəridirlər. Yəni, müqavilə qutardı artıq, atəşkəs qutardı. Bugündən etibarən sən müşrik, mən müsəlman. Fikir ver, yaxşı, bu bir növ səfərbərlik elanıdır. Yaxşı, Rəhman və Rəhim Allahın adı ilə mən sənə döyüş elan edirəm. Ona görə Bismillahsız başlayır. Deməli, və tövsiyə olunur ki, həmən suranın əvvəlində Allahın o izzət adı ilə başlayasan. O cür, əlbəttə onun deməsin də olar, amma o cür o adlarla başlayasan, hə, o tövsiyə olunur, gözəldir. Daha Bismillahirrahmanirrahimlə başlama, çünki uyğun gəlmir. Yəni, bu qədər Quran-ı Kərim məna ilə sözlər arasında, ayələrin düzülüşü arasında ki, əlaqə var. Ona görə heç vaxtı Quranda, yenə deyirəm, yəni, bu qeyri-ərəb arasında, ərəb dilin bilməyənlər arasında, bəlağət və fəsahatdan xəbəri olmayanlar arasında ola bilər Quran-ı Kərimdə kimsə dəyişiklik eləsin, o oxuyanda onu hiss eləməsin. Amma zərrə qədər ərəb dilin bilən, bəlağət və fəsahatdan xəbərdar olan Qurandan bir ayə belə, bir kəlmə belə əskiləndə bilir ki, burada nəsə əskiydi. Dəqiq bilmir, nə əskiydi, amma nəsə bilir ki, əskiydi. Çünki o olmadı. O siyaq həmən siyaqdır, o oxunuş həmən oxunuşdur. Ona görə Quran-ı Kərim heç vaxt təhrif olunmur. Quran-ı Kərim sonuncu kitabdır. Quran-ı Kərim qiyamətə qədər bütün bəşəriyyətə hüccət olan bir kitabdır. Çox sağ olun ağam, təşəkkür edirəm sizə suallarımıza cavab verdiyiniz üçün. Sonda da sizdən inşallah bir dua istəyək. Bəli, mən də sizə təşəkkür edirəm, mən tamaşaçılara təşəkkür edirəm. Allahı adını verir izzətinə, cəlalına, Allahümmə salli ala Muhammed və ali Muhammed. Allah öz izzəti cəlalına xatir, əsmaül husna, gözəl adlarına xatir, Peyğəmbər və ali Peyğəmbərə xatir. Allah bu mübarək Ramazan ayın bütün xalqımız üçün mübarək eləsin, bütün İslam aləmi üçün mübarək eləsin. Dünyanın hər yerindəki məzlumlara zülm olunur, Allah özü o məzlumların dadına çatsın. Allah dünyanın o yerindəki müharibə var, od var, alov var. Allah müharibə odun, alovun öz qüdrəti ilə söndürsün. Allah bizə də bir daha müharibə göstərməsin. Allah vətənimizi qorusun. Allah vətənimizin xidmətində duranları,
Əskər balalarımızdan tutmuş hər məqamda olanlar ki var ki, Azərbaycanımıza xidmət eləyir, onun gözəlliyinə xidmət eləyir, inkişafına xidmət eləyir. Allah onları hifz eləsin. Allah vətənimizə, dinimizə düşmən olanları da əgər hidayət olacaqlarsa hidayət eləsin, hidayət olmazlarsa Allah məhvi nabud eləsin inşallah. Allah sizdən razı olsun. Allah şəhidlərimizin məqamı alidir. Allah daha da ali eləsin. Allah şəhidlərimizi Kərbəla şəhidləri ilə məşhur eləsin inşallah.